Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Bu il Qurban Bayramı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hansı nəzarət və tənzimləmə tədbirləri görüləcək? Qurban kəsməzdən əvvəl nələri bilməliyik? Pomidor məhsulu necə yetişdirilir? Hansı mərhələlərdə nəzarətdən keçir və təhlükəsizliyinə necə nəzarət olunur? Realda qida verilişində biz bugün Qurbanlıq bayramına hazırlıq işlərindən danışacağıq. Amma əvvəlcə gəlin ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Emanuel Subeyran qurumun 92-ci baş sessiyasında iştirak edəcək Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Təşkilatın mənzil qərargahında keçirilən görüşdə agentliyin heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədr müavini Tamilla Əliyeva ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən tədbirlər haqqında məlumat verib, Azərbaycanda heyvan sağlamlığı və rifahı üçün həyata keçirilən tədbirlərdən danışıblar. Tərəflər təşkilatın İcraiyyə Nəzarət Komitəsinin üzvü seçilmiş Azərbaycanın regional komissiyasının vitse-prezidenti seçilməsindən söz açıblar. Ölkəmizin heyvan sağlamlığı və rifahı üçün həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri təkliflərini təqdim edib və bu təkliflər yüksək qiymətləndirilib. Regional aktivliyin yüksəldilməsi, ehtiyacların nəzərə alınması kimi təkliflər də müsbət qarşılanıb. Qurban Bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə olmalı, əraziyə zərərvericilərin və digər heyvanların daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin Bakı metropoliteni ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun 28 may, Gənclik, Elmlər Akademiyası, Nəriman Nərimanov, Koroğlu və Neftçilər stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir. Qurban Bayramı günlərində qurbanlıq heyvanların sağlam, təhlükəsiz və həmçinin rahat şəkildə həm satışının, həm də kəsimin həyata keçirilməsi üçün agentlik tərəfindən müvafiq tədbir həyata keçirilməkdədir. Onu qeyd edim ki, bu il Qurban Bayramı günlərində 126 ünvanda xidmətlər göstəriləcək. Qeyd olunan ünvanların hər biri agentliyin rəsmi saytında afsa.gov.az saytında əks olunub və vətəndaşlar həmin sayta daxil olmaqla bu ünvanlarla tanış ola bilərlər. Və qeyd etmək istəyirəm ki, Qurban Bayramı günlərində agentlik müfəttişləri gücləndirilmiş iş rejimində fəaliyyət davam etdirəcəklər. Həmçinin Qurban Bayramı ilə əlaqədar olaraq yerli icra orqanlarını cəlb etməklə həmin kəsim məntəqələrində zəruri olan xidmətlər təşkil olunacaq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Qurban Bayramı günlərində bir sıra küçə, yol kənarları, belə deyək, parklarda qanunsuz heyvan kəsimi fəaliyyətləri ilə məşğul olan şəxslər də öz fəaliyyətlərini təklif edirlər və biz vətəndaşlara xahiş edirik ki, yalnız rəsmi şəkildə deməli qurbanlıq heyvanların kəsimi və satışını həyata keçirən məntəqələrin xidmətlərindən istifadə etsinlər. Bu illərdə, ötən illərdə olduğu kimi işğaldan azad olunmuş ərazilərdə səyyar tipli heyvan kəsim çadırları fəaliyyət göstərəcək və bunlardan mən qeyd etmək istəyirəm ki, Cəbrayıl rayonunda, Şuşada, Zəngilanda və Ağdərədə müvafiq olaraq bu kəsim çadırları vətəndaşlarımızın xidmətində olacaq. Təbii ki, kəsim məntəqələrinin hər birində baytarlıq nəzarəti həyata keçiriləcək və burada heyvanların kəsimi və satışı yalnız müvafiq norma və qaydalara uyğun şəkildə həyata keçiriləcəkdir.
Havalar isinib, bu o deməkdir ki, artıq dondurma mövsümü də başlayıb. Amma dondurma alarkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Qablaşdırmanın üzərindəki etiket məlumatlarına mütləq baxın. Məhsulun istehsal tarifi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri və yağ tərkibi diqqətlə oxunmalıdır. Satış zamanı dondurma digər qidalarla eyni soyuducuda saxlanmamalıdır. Çünki bu məhsulun iyinə, dadına, keyfiyyətinin dəyişməsinə və çarpaz çirklənməyə səbəb ola bilər. Dondurma yalnız pasterize olunmuş süddən hazırlanmalı, soyuq zəncir qaydasına uyğun saxlanmalıdır. Əgər dondurmanın içində buz kristalları varsa və ya forması pozulubsa, bu onun təkrar dondurulduğunu göstərə bilər. Belə məhsulun yararlılıq müddəti bitməsə də istehlaki məsləhət deyil. Açıq şəraitdə qablaşdırılmamış formada satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirin. Hörmətli tamaşaçılar, bugün Realda qida verilişində biz Qurban Bayramına hazırlıq işlərindən danışırıq. Mənim qonağım Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyevdir. Salamlayıram sizi, xoş gəlmisiniz. Qalib müəllim, Qurban Bayramının keçirilməsi ilə bağlı artıq illərdir ki, yaxşı bir ənənə, təcrübə formalaşıb. Bu ildə həmin təcrübədən istifadə olunacaqmı və ümumiyyətlə Qurban Bayramına hazırlıq işləri necə? Hansı istiqamətdə aparılır? Buyurun. Düzgün qeyd etdiyiniz kimi 2018-ci ildən bəri hər il Qurban Bayramının keçirilmə işləri təkmilləşir və xüsusi bir təcrübə formalaşıb. Bu xüsusən onunla əlaqədardır ki, adi vaxtlardan fərqli olaraq Qurban Bayramı dövründə heyvanların bir yerdən başqa yerinə daşınması, kütləvi kəsimin aparılması, bir növ bayram xarakterli tədbirlərin həyata keçirilməsi xüsusən ön planda olur və ona görə qarşımıza duran vəzifə bundan ibarətdir ki, həm əhalinin, ətraf mühitin bioloji təhlükəsizliyi təmin olunsun, insanlarımız heyvanlar vasitəsilə yoluxan xəstəliklərə düçar olmasınlar, eyni zamanda heyvan yetişdirərək onu qurbanlıq məqsədlə təqdim edən vətəndaşlarımızın, heyvan sahibimizlərinin də istəkləri təmin olunsun. Və ötən ildə də bu təcrübə davam edib və ötən il 147 ünvanda Qurban Bayramı ilə əlaqədar tədbirlər həyata keçirildi. Bu tədbirlərdə bir sıra obyektlərdə həm heyvanların kəsimi və həm də kəsilmədən satışı, bəzən kəsimin aparılması, bəzən ancaq satışının aparılması həyata keçirildi və ölkəmizdə Bakıda və Gəncədə olan ziyarətgahlar da bayrama qoşuldular, orada da təşkil olundu. Bu təcrübə bu ildə davam edəcək. Qeyd edeyim ki, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müvafiq əmri ilə tədbirlər planı təsdiq olunub və bizim də həm də yaranmış təcrübə ondan ibarətdir ki, bu digər mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları birlikdə bu tədbirlərin həyata keçirilməsini təşkil edirlər və burada hər bir mərkəzi icra hakimiyyəti orqanının və yaxud yerli icra hakimiyyəti orqanının özünün tapşırıqları müəyyənləşdirilir. Və işğaldan azad olunmuş ərazilərdə də prezidentin xüsusi nümayəndəlikləri ilə birgə yenə də qurbanlıq kəsim yerləri təşkil olunacaq. Elədir, bizim ötən ilin təcrübəsinə uyğun olaraq çox sevinclə qeyd edirik ki, bu ünvanların sayı ötən ilkindən çox olacaq və bu istiqamətdə də işlər aparılır. Harada kəsim yerləri varsa o istifadə olunacaq, kəsim yerləri olmayanda müvəqqəti çadır tipli səyyar kəsim məntəqələrindən istifadə olunacaq ki, orada kəsilən heyvanlarda da baytar sanitariya tələbləri təmin olunsun. Bu tədbirlər nə üçün aparılır? Təbii ki, ilk növbədə insan sağlamlığıdır, təhlükəsiz ət məhsulları ilə ətlə təmin olma məsələsidir. Bu mənada istərdik ki, bildirəsiniz, baytarlıq nəzarətindən keçməyən ət məhsulları, bu halda insan sağlamlığına hansı təhlükələr yarada bilər? Bir zərurəti unutmamalıyıq ki, insanların yoluxduğu bütün yoluxucu xəstəliklərin 60%-i heyvan mənşəli xəstəliklərdir. Son 30 ildə insanlarda aşkar olunan, həm tək-tək, həm də kütləvi formada aşkar olunan yoluxucu xəstəliklərin 75%-nin heyvan mənşəli xəstəliklər olması müəyyənləşdirilmişdir. Bu heyvan mənşəli xəstəliklər bir tərəfdən heyvanlarla təmasdan, heyvanlarla təmasda olmuş ətraf mühitdən yoluxursa,
Digər tərəfdən insanların heyvan mənşəli xəstəliklərə yoluxmasının əsas mənbəyi heyvan mənşəli məhsullardır. Ət məhsullarıdır, süd məhsullarıdır və s. Və bu Qurban Bayramında necə ki biz qeyd etdik ki, heyvan kəsimi daha kütləvi şəkildə aparılır. Heyvanların bir yerdən başqa yerə daha intensiv şəkildə daşınması həyata keçirilir. Burada çox ciddi risk yaranır ki, hər hansı bir xəstəlik, heyvan mənşəli xəstəlik, bu qurbanlıq məqsədlə heyvan alan və yaxud kollektiv şəkildə heyvan alaraq kəsimini aparan vətəndaşların yoluxmasına risk yaradır, həmin xəstəliklərə yoluxmasına. Eyni zamanda bir sıra xəstəliklər var ki, onların törədiciləri torpaqda 10 illiklərlə yaşayırlar. Əgər heyvan kəsilən yerdə müvafiq dezinfeksiya, sanitariya tədbirləri həyata keçirilməsə, belə hal, belə risk yaranar və bu da getdikcə bizim... Misal olaraq? Məsələn, qara yara ən ciddi infeksiyon xəstəliklərdən biridir ki, buna aiddir. Sonra emfizematoz karbonqol bu cür xəstəlikdir ki, yəni heyvan mənşəlidir və heyvanların yoluxmasına şərait yaradır. Bundan başqa bir sıra parazitar xəstəliklər var. Məsələn, exnokokkos xəstəliyi var ki, kəskin şəkildə insan yoluxmasına gətirib çıxara bilir. Ona görə də heyvanın kəsimindən qabaq və kəsiləndən sonra, kəsimdən qabaq klinik müayinəsi, kəsildikdən sonra isə baytari sanitariya ekspertizası mütləq həyata keçirilməlidir. Bir şey də unutmayaq ki, düzdür, heyvan kəsimi saxlanılması bizim əhalimiz üçün bir ənənə var, bir təcrübə var. Amma bilmək lazımdır ki, mütləq həm heyvanı klinik olaraq canlı heyvanı müayinə etdikdə, həm də kəsildikdən sonra cəmdəyin baytar sanitariya ekspertizasına aparılığında mütləq mütəxəssisin iştirakı lazımdır. Yəni, sadə bir vətəndaş, alıcı bunu müəyyən edə bilməz. Bu, ola bilsin ki, onu müəyyən edə bilməsin. İkinci bir tərəfdən, heyvanların daşınması mütləq müvafiq müşahidə edici baytarlıq sənədlərinin tətbiqi ilə həyata keçirilməlidir. Onu qeyd edeyim ki, burada maksimal dərəcədə çalışılır ki, elektron sistem üzərindən məsələlər avtomatlaşdırılmış formada istifadə olunsun və onu da demək lazımdır ki, heyvanlar, kəsimə təqdim olunmuş heyvanlar ola bilər ki, qısa bir müddət əvvəlcə peyvəndlənmiş olsun, müəyyən müddət keçməsin və yaxud parazit əleyhi kimya maddələrlə işlənilmiş olsun, gözləmə müddəti keçməsin. Bax, bütün bunların hamısını nəzərə alaraq qeyd eləmək istəyirik ki, həmin kəsim yerlərində, həm də heyvanı satış yerlərində mütləq mütəxəssislərin nəzarəti zəruridir. Və bizim digər həm mərkəzi icra hakimiyyəti orqanları, həm yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu iş ənənəvi olaraq təşkil olunur və bu ildə təşkil olunacaqdır. Qalib müəllim, biz əlbəttə ki, daha çox diqqəti təbii olaraq insan sağlamlığına yönəldik, amma düzdür, son illərdə biz çox az müşahidə edirik, amma yenə də bəzən qanunsuz kəsim hallarına, küçələrdə, yol kənarlarında heyvanların kəsim hallarına rast gəlinir. Təbii ki, bunun həm də bir mənəvi tərəfi var, bunun bir psixoloji tərəfləri var. Bu mənada bir qədər də istərdim ki, məsələyə digər tərəfdən yanaşaq, bir tövsiyələri çatdıraq. Burada qeyd eləyək ki, 2018-ci ildə 199 nömrəli, çıxmış 199 nömrəli sərəncamla heyvan kəsiminin tənzimlənməsi aparılır. Burada həm hüquq mühafizə orqanlarla, həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarla və həm də Qida Təhlükəsizliyi Agentliyinin üzərinə müəyyən məsuliyyətlər müəyyənləşdirilmişdir. Və bu işin görülməsi üçün də mütləq bayram ərəfəsində bu orqanların iştirakı ilə komissiya yaradılır, tədbirlər planı tərtib olunur və o tədbirlər planı əsasında addım-addım bu proseslərin hamısı izlənilir. Və bizim də tövsiyəmiz ondan ibarətdir ki, bu bayramın müqəddəsliyinə, bayramın əhalimizin bütün təbəqələri üçün zəruri olmasına elə bir şəkildə şərait yaradaq ki, bu əhalimiz üçün zərərli olmasın. O 2 gün bayram müddəti kimin üçünsə bəlaya çevrilməsin, xəstəlik mənbəyinə çevrilməsin. Buna görə də tövsiyəmiz ondan ibarətdir ki, mütləq müəyyən olunmuş qaydalara əməl olunsun. Qurbanlıq heyvanlar ancaq müəyyənləşdirilmiş ünvanlarda təqdim olunan və yaxud kəsimə aparılan məntəqələrdə həyata keçirilsin və onu qeyd edeyim ki, bizim elə ötən ilin təcrübəsi də bunu göstərdi ki, təqdim olunan məntəqələrin bütün hamısı əhalinin
həm Bakı şəhərində, həm digər şəhər və rayonlarda tələbatın tam ödəmək potensialına malikdir. Sadəcə yəni hər şeyi qurbanın birinci gününün birinci yarısı etməyinə cəhd eləmək biraz sıxlıq yaradır. Buna ənənəvi olaraq bilməliyik ki, Qurban Bayramı üçün 2 gün müəyyənləşdirilib və bu il Respublikamızda bu 6-7 iyun tarixlərinə müəyyənləşdirilib. Və bütün bunların hamısını biz xahiş eləyərdik ki, bizim əhalimiz, adamlarımız bu tələbləri nəzərə alsınlar. Təşəkkürlər, çox sağ olun. Bununla da söhbətimizi yekunlaşdıraq. Ümid edirik ki, bu ilki Qurban Bayramında biz əhalinin xoş əhval-ruhiyyəsi şəraitində, təhlükəsiz şəraitdə qeyd edə biləcəyik. Minnətdaram bir daha gəldi studiyaya, suallarımızı cavablandırdınız. Çox sağ olun. Hörmətli tamaşaçılar, Realda qida verilişində biz Qurban Bayramına hazırlıq işlərindən danışırdıq. Qonağım Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdürü, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev idi. Qurban kəsəcəksinizsə bu videonu mütləq izləməlisiniz. Qurban Bayramı günlərində hər birimiz bu müqəddəs ibadəti yerinə yetirərkən heyvan rifahlını, insan sağlamlığını və ümumi ictimai gigiyenanı qorumaqla məsuliyyət daşıyırıq. Küçələrdə, yol kənarlarında, həyətyanı sahələrdə aparılan qanunsuz heyvan kəsimi nəinki qida təhlükəsizliyinə, həm də ətraf mühitə ciddi təhlükə yaradır. Heyvanlar yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində baytar nəzarətindən və sanitariya-gigiyena qaydalarına uyğun şəkildə kəsilməlidir. Hər kəsim məntəqəsində fasiləsiz su təminatı, tibbi müayinədən keçmiş işçi heyəti, təmiz və xüsusi geyimlər, zərərvericilərə qarşı qorunma tədbirləri, dezinfeksiya prosesi vacib şərtlərdəndir. Qanunsuz heyvan kəsimi ilə qarşılaşdığınız zaman 1003 çağrı mərkəzinə zəng edin. Tarlada yetişir, süfrəmizə gəlir. Amma bu yol düşündüyümüzdən daha mürəkkəb və məsuliyyətlidir. Pomidor məhsulu necə yetişdirilir? Hansı mərhələlərdə nəzarətdən keçir və təhlükəsizliyinə necə nəzarət olunur? Qida Təhlükəsizliyi Agentliyinin yeni layihəsi Tarladan Süfrəyənin ilk buraxılışında bu suallara cavab axtarırıq. Bizi izləyən hər kəsi salamlayıram. Bugün sizinlə yeni məlumatlarla dolu bir səyahətə başlamaq üçün yola çıxırıq. Təbiətin və zəhmətin ərsəyə gətirdiyi məhsullardan sizin üçün ən təbii, dadlı və faydalı məlumatları gətirəcək evinizə, süfrələrinizə. Sağlam işlər əldə olunur, kokpitə yerləşdirilir, əkin başlayır. Pomidorların yetişdirilməsində istifadə olunan pestisidlərin və gübrələrin normativ tələblərə uyğunluğu yoxlanılır. Xəstəlik və zərərvericilik olma ehtimalı olan məhsullardan nümunə götürülür. Nümunə qəbul edildikdən sonra sifarişçi məxfiliyinin qorunması üçün nümunənin üzərinə barkod vurulur. Zərərli orqanizmlər çox kiçik ölçülü olduğundan onların müayinəsi molekulyar səviyyədə real vaxtda PCR üsulu ilə aparılır. Proseslərin elektronlaşması istənilən sahibkar subyektinin vaxt qənaəti məsələsində önəmli bir faktordur. Bugün sizə pomidorun istixana şəraitində necə yetişdirildiyini, hansı müasir texnologiyalardan istifadə olunduğunu, həyata keçirilən yoxlama nəzarət tədbirlərini, laborator analizləri əyani şəkildə göstərəcəyik. Mətbəximizin ayrılmaz simvollarına çevrilən bir çox tərəvəzlər var. Bu məhsullar arasında demək olar ki, dünyanın dörd bir yanında geniş istifadə olunan tərəvəzlərdən biri pomidordur. Əgər əvvəllər pomidor bitkisi yalnız mövsümə uyğun yetişdirilirsə, artıq istixana şəraitində ilin 4 fəslində yetişdirilir. İstixanada pomidor becərilməsi necə həyata keçirir və ümumiyyətlə bu işə birinci nədən başlamaq lazımdır? Əkindən qabaq istixananı əkini hazırlayırıq. Gördüyünüz hər tərəf dezinfeksiya olunur xüsusi məhlullarla. Ondan sonra kokopitlər yerləşdirilir. Kokopitlər yerləşdiriləndən sonra iştirxanadan əkinə yararlı sağlam işlər əldə olunur, kokopitə yerləşdirilir, əkin başlayır, davam edir. Kokopitlərdə yetişdirilən pomidorla torpaqda yetişdirilən pomidor arasında fərq nədir? Kokopitə yetişdirməsi daha rahatdır, xəstəliklərə qarşı davamlıdır, torpaqda məhsullarımız aşağı olur, kokopitdə və yaxud digər substratlarda daha yüksək olur. Pomidorun dadlı olması nədən asılıdır? Keyfiyyətli məhsul almaq üçün nələrə diqqət etməliyik? Pomidorun dadlı olması ilk öncə əkdiyimiz çeşiddən, sortdan asılıdır. Düzgün sort seçimi olmalıdır. İkinci, digər amillər də sulama, iqlim, gübrələmə, günəş, fotosintez.
Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişi Rəşad Əbdülzadə ilə birlikdəyik. Rəşad bəy, məhsuldan nümunə götürülməsi hansı hallarda baş verir və işin gedişatında nə kimi əhəmiyyəti var? Agentliyin fitosanitar müfəttişləri tərəfindən ilkin istehsal müəssisələrində dövrü olaraq fitosanitar karantin baxışının həyata keçirilməsi məqsədi ilə nümunələr götürülür. Götürülmüş nümunələr həm bitki sağlamlığının öyrənilməsi, eyni zamanda pestisid qalğan nəzarət olunması məqsədi ilə həyata keçirilir. Götürülmüş nümunələrin nəticələri uyğun olan məhsulların həm daxili bazarda, həm də xarici bazarların satışına agentlik tərəfindən icazə verilir. Üzərinizdə yaxa kamerasından istifadə edirsiniz. İşin gedişatında hansı əhəmiyyəti var? Agentlik tərəfindən keçirilən bütün yoxlama nəzarət tədbirləri çərçivəsində yaxa kameralarından istifadə olunur. Yaxa kameralarından alınmış görüntülər agentliyin monitorinq mərkəzinə ötürülür və bu yaxa kameraları şəffaflığın təmin edilməsinə xidmət edir. Gedişat haqqında məlumatlarımızı əldə elədik. Elə isə keçək nümunəmizi də götürək və sizinlə olan işimizi tamamlayaq. Oldu. Monitorinq zamanı götürülmüş nümunələr tərəfimizdən bulunaraq Qida Təhlükəsizliyi İnstitutunun nümunə qəbul məntəqəsinə göndərilir. Hazırda istixanadan götürülən məhsul analiz olunmaq üçün aktiv əməkdaşlarına təhvil verilir. Bundan sonraki proses necə olacaq? Gəlin birlikdə izləyək. Nümunə qəbulu hansı formada həyata keçirilir və nələrə daha çox diqqət etmək lazımdır? Ölkə ərazisində keçirilən yoxlama və monitorinq tədbirləri çərçivəsində götürülmüş hər bir nümunə soyuq, isti zəncir və mal qonşuluğu prinsipi qorunmaqla heç bir vaxt itkisinə yol verilmədən xüsusi nəqliyyat vasitələri ilə nümunə qəbuluna çatdırılır. Bitki sağlamlığının qorunması məqsədi ilə fitosanitar nəzarət tədbirləri həyata keçirilir. İlk növbədə istixanada sağlam, genetik modifikasiya olunmamış toxum və ştillərin əkini təmin edilir. Daha sonra mütəmadi olaraq zərərvericilər və bitki xəstəliklərinin aşkarlanmaması və onlara qarşı monitorinqlər aparılır. Lazım gəldikdə isə zəhərsizləşmə tədbirləri tətbiq olunur. Qida Təhlükəsizliyi Agentliyi ilə sahibkarlar arasında birgə əməkdaşlıq necə həyata keçirilir? İxracdan öncə elektron şəkildə müraciət ünvanlanır. Proseslərin elektronlaşması istənilən sahibkar subyektinin vaxt qənaəti məsələsində önəmli bir faktordur. Biz demək olar ki, bir gündə bir neçə dəqiqə ərzində belə deyək, 5 maşının ixrac prosedurunu yekunlaşdıra bilirik. Pomidor bitkisinin özü, meyvəsi, toxumu və ştili üzərində laborator analizlər aparılır. Bu analizlər ölkədə bitki sağlamlığına, həmçinin idxal edilən yerli bazara çıxarılan məhsulların təhlükəsizliyini qiymətləndirmək məqsədi ilə aparılır. Hər zaman kadr arxasında qalan ən maraqlı hissə buradır ki, biz laboratoriyaya gəlmişik və laboratoriyada analizlər necə aparılır? Ümumiyyətlə, ilk baxışdan Gülər xanım, necə bilmək olur ki, məhsul zərərvericilərə və xəstəliklərə yoluxubmu? Laboratoriyamızda əsasən fitopatogen nematodların və zərərverici həşəratların müayinəsi yüksək optik həssaslığa malik mikroskopların köməyi ilə morfoloji üsulla aparılır. Bununla yanaşı virus, göbələk, bakteriya kimi zərərli orqanizmlər çox kiçik ölçülü olduğundan onların müayinəsi molekulyar səviyyədə real vaxtda PCR üsulu ilə aparılır. Yarpağın alt, üst hissələrinə baxılır və hal-hazırda nümunəmiz təmizdir. Aparılan müayinəmizin nəticəsi artıq hazırdır. Diaqramdan görüldüyü kimi nümunəmizdə heç bir zərərli orqanizm aşkar edilmədi. Əgər zərərli orqanizm nümunədə aşkarlansaydı, o zaman diaqramımız bu şəkildə olacaq. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 16:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.